Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya. Nebiyyina Muhammed ve ala alihi ve ashabihi ecma'in emme ba'd. Aziz ve değerli kardeşler, ilk önce sizleri Allah'ın selamıyla salamlayıram. Selamun aleyküm ve rahmetullahi ve berekatuhu. Uzun müddet var ki biz karşı karşıya gelmirik. Allah'a şükürler olsun ki Allah-u Teala bizleri yine zikir meclisine cem elədi, topladı. Mevzumuz İslamla bağlı olan bir mevzudur. Mâ huvel İslam? Yani İslam nedir? Ve İslam'dan geyrisi Allah katında İslam dininden geyri bir din kabul olunandı mı? Olunur mu? Ve İslam dedikdə İslam neyi əhatə edir? Neyi özünde təşkil edir? Yani mevzumuz bundan ibarətdir. Allah-u Teala Kur'an-ı Kerim'de deyir ki İnne dine indallahil İslam. Allah yanında din İslam dinidir. Yani Allah yanında seçilen, sayılan, itibarlı din İslam dinidir. Yani bugünkü günde kimlerse hansısa dinlere sitayiş etmeylerine bakmayarak eğer onlar ibadet ettikleri din İslam dini değilse onun Allah katında değeri kıymeti yoktur. Çünkü Allah Teala bunu husus olarak vurguluyor ki inne dine indallahil İslam. Allah yanında din İslam dinidir. Yani İslam dininden başka dinler kabul olunmazdır. Ve ayetin sonunda Allah Teala bizlere bildirir ki وَمَنْ يَبْتَغِ غَيْرَ الْاِسْلَامِ دِينًا فَلَا يُقْبَلَ مِنْهُ. Kim İslam'dan başka bir din, özüne bir yol seçerse, o ondan kabul olunmaz. Ve ahirette uzanlardan olar. Yani ahiret günü eli boş kalanlardan olar. O elə zanneder ki onun ettiği əməl doğru əməldir. Getdiği yol doğru yoldur. Ve İslam dini olmadığı için, Allah'ın yanında sayılan, seçilen din olmadığı için o insandan kabul olunmayacak. Ve buna göre de Allah katında en değerli din, en doğru din, sayılan, seçilen İslam dinidir. İslam dininden başka din kabul olunmaz. Ve bakmayarak bugünkü günde yeryüzünde mühtelif dinlere insanları davet edirlər. İnsanları mühtelif dinlere çağırırlar. Yani bu dinler Allah katında, bu dinlerin Allah katında değeri kıymeti yoktur. Bunu neye göre deyir ki değeri kıymeti yoktur? Çünkü Allah Teala bizlere ayette bildirir ki Allah katında din İslam dinidir. Ve İslam dininden gayri dini kim isteyerse, kim o yolu giderse, seçerse o dinin, yani o din ondan kabul olunmaz. Ve ahiret günü de eli boş kalanlardan olacak, uzanlardan olacak. Ve sonra yani insanlarımız İslam dedikdə ne başa düşürlər, ne anlayırlar veya da günümüzdeki insanlar dinimizi, yani İslam dedikdə İslam'ı doğru düzgün anlayırlar mı? Başa düşürlər mi? Burası önemlidir. Çok təəssüflər olsun ki günümüzdeki insanların əksəriyyəti İslam sözünü sadece məna olarak kabul edirlər, yani başa düşürlər. Ama İslam dini neyi təşkil edir? İslam dini bizden neyi istəyir? Onu bilmirlər. Həqiqətən də çox insanlar yani özlerine sadece Müslüman deməklə kifayətlənirlər. Ama Müslüman kelimesinin altında neler olmalıdır? Neler yerləşməlidir? Ve Müslüman olan şəxsin üzerine neler düşür? Ondan görürsən ki, təəssüflər olsun, insanlarımız uzaqdır. Kimisi cahillikdən uzaqdır. Yani elm, yani İslam'ı araştıra bilmir, öğrene bilmir. Kimisi de öğrenmək imkanı olaraktan maraq yetirmir. Yani çünkü İslam dini sadece ona Müslümanam deməklə yetkinlenir. Yani oyla tamamlandığına göre, Müslümanam deməklə tamamlandığına göre onun ardınca getmir. Ama elə insanlarımız da var ki onlar yani İslam'a önem verirler, değer verirler ve onu
araştırırlar ve doğru olanı hayata geçirmeye çalışırlar. Ve o kelime bizden neyi istəyir, onun ardınca gedirlər, onu öyrənirlər, onu araşdırırlar. Yəni bir şey yadda saxlayın qardaşlar, deyirik ki, cahillik üzürdür. Tamam, cahillik üzürdür. Amma cahillik, yəni vaxta görə fərqli bir üzür ola bilər, şəxsə görə üzür sayıla bilər, digər şəxsə görə üzür sayılmaya bilər. Yəni zamana görə, vaxta görə, şəxsə görə cahillik üzürdür deyirik, amma yəni Allah qatında ola bilər ki, kiminsə üçün cahillik üzür sayılsın, amma kiminsə üçün sayılmasın. Biz bunu tam deyə bilmərik, amma Allah Teala daha geniş bilir ki, yəni qulum bu məsələdə cahildir ya yox. Biz özümüzü misal üçün cahiləm, elmim yoxdur, yəni öyrədən olmadı, bu kimi şeylər deyə bilərik, özümüzü təmizə çıxarmaq üçün. Amma yəni önəmli olan Allah qatında, Allah yanında cahilsənmi, orası önəmlidir. Onun da cahil olmasını daha dəqiq Allah Teala bilir. Və insan deməsi ki, mən cahiləm, o bir məna olaraq həmişə qəbul olunmur. Yəni günümüzdə cahil olmaq ehtimalı çox azdır. Çünki öyrədənlərimiz çoxdur. Və yaxud da insan istəsə, araşdırsa, sosial şəbəkə vasitəsilə də öyrənə bilər. Yəni Süleymandan öyrənmək istəyirsə, Əhməddən, Muhammeddən öyrənmək istəyirsə, sosial şəbəkəyə onu yazarsa, adını falan, oradan da götürə bilər. Yəni onu göstərir ki, yəni cahillik, tamam biz üzürdü deyirik, amma yəni vaxta görə, şəxsə görə dəyişir. Yəni bunu üzür kimi götürüb özümüzü aldatmayaq, özümüzü arxayın salmayaq. Əksinə öyrənək. Və ona görə deyir ki, insanların çoxusu İslamın nə olduğunu bugün bilmirlər. Və amma İslam dedikdə, İslam sözü nəyi təşkil edir? İslam istislam lillahi Teala bit tevhid. Allah'a tevhidlə təslim olmaq deməkdir. İslam sözü təslim olmaq deməkdir. Yəni Allah Teala'ya rububiyyət tevhidində, uluhiyyət tevhidi ilə, ad və sifətlər tevhidi ilə təslim olmaqdır. Tam şəkildə gərək təslim olasan. Əgər sən özünü İslam'a nisbət edirsənsə, o zaman sənin üzərinə düşür ki, Rabbini tanıyasan. Rabbinin yaradan olduğunu biləsən. Rabbinin şəfa verdiyini olduğunu biləsən. Ruzi verdiyini olduğunu biləsən. Rabbinin hər şeyə qadir olduğunu bilməlisən. Çünki İslam səndən bunu tələb edir. Və sonra ibadəti yalnız tək olan Allah-u Teala'ya sərf etməlisən. İbadətə gəldikdə isə, ibadəti yalnız Allah'a sərf etməlisən. Və Allah-u Teala'nı ad və sifətlərdə təkləməlisən. Yəni, İslam dedikdə bu qəsd olunur. İslamın başında təslimiyyət, təslim olmaq. Qulun Allah'a təslim olması, Allah'ı yaratdıqlarında təkləməsi, Allah-u Teala'nı ibadətində təkləməsi, Allah-u Teala'nı ad və sifətlərində təkləməsi. Əgər bir qul Allah'a ibadət edirsə, yəni namaz qılırsa, Allah-u Teala'nı yaratdıqlarında təkləmirsə, o namazın faydası yoxdur. Biz bilirik ki, əgər bir qul, bir insan ibadət edir, tövhiddən kənardırsa, tövhiddən uzaqdırsa, yəni şirkin içərisindədirsə, o zaman o ibadətin faydası yoxdur. Belə olduğu halda üzərimizə düşən nədir? İslamı layiqincə öyrənmək, layiqincə tanımaq. İslam dedikdə dedik ki, istislam lillahi Teala bit tevhid. Allah'ı tevhidlə tanımaq, təslim olmaq və inqiyadu lehu bit ta'a və ona itaətdə boyun əymək və şirkdən uzaq olmaq. İslam budur. Allah'ı tevhidlə tanımaq və ona itaətdə boyun əymək və şirkdən uzaq qalmaq.
İslam dedikdə bu qəsd olunur. Bunu əhatə edir İslam dini. Əgər sən müsəlmanam deyil, itaət etmirsənsə, bu İslam deyil. Müsəlmanam deyil, şirk edirsənsə, bu İslam deyil. Müsəlmanam deyil, yəni Allah Teala'nı tövhid, rububiyyət tövhidində təkləmirsənsə, yəni onu yalnız olan, yaradan odur, yeri göyü idarə edən odur, ruzi verən odur. Yəni bunu etiraf eləmirsənsə, bu İslam deyil. Və yaxud da Allah Teala'nı ibadətdə təkləmirsənsə, bu da İslam deyil. Ona görə bir insan İslamı həqiqi yaşamaq istəyirsə, İslamı həqiqi yəni ortaya qoymaq istəyirsə, mütləq tam şəkildə təslim olmalıdır Allah Teala'ya. Təslimiyyət də odur ki, onu rububiyyət tövhidində, uluhiyyət tövhidində və ad və sifətlər tövhidində təkləməsidir. Yəni bu tövhidin də önəmli olması onu oradan irəli gəlir ki, bütün peyğəmbərlərin hədəfi bu olub. Və Allah Teala yəni bütün yer üzünə nə peyğəmbər göndəribsə, onların dəvəti bu olub, tövhid olub. İnsanları la ilahe illallah'a çağırıb. Allah'ı layiqincə tanımağa çağırıb. İbadət yalnız Allah'a məxsusdur, ona çağırıb. Amma insan, yəni insanın tövhidi yoxdursa, və yaxud da tövhidi öyrənmirsə, onu ardınca getmirsə, o zaman onun düşündüyü İslamın faydası olmaz. Onun zənn etdiyi İslamın faydası olmaz. Bir insan İslamının doğru olması üçün, səhih olması üçün onun tövhidinin səhih olması lazımdır. Tövhid səhih deyilsə, əgər o ibadətində Allaha şərik qoşursa və yaxud da Allahı yaratdıqlarında təkləmirsə və yaxud da Allah Teala'nı ad və sifətlərdə təkləmirsə, bu zaman o İslamın faydası yoxdur. Yəni bunu biz öz ağlımızdan demirik. Çünki bütün peyğəmbərlərin hədəfi bu olub. Yəni insanlara bunu da çatdırırdılar. İnsanlara bunu öyrədirdilər ki, onların İslamı səhih olsun. Və insanların İslamının doğru olması üçün bütün peyğəmbərlərin vəzifəsi bu olurdu. Tövhidə çağırırdı. Bu kəlmə, yəni la ilahe illallah kəlməsi üçün döyüşürdülər, vuruşurdular, söyülürdülər, döyülürdülər, diyarlarından çıxardırdılar, öldürülürdülər bəzən. Yəni bu kəlməyə görə. Deməli, onu göstərir ki, bu kəlmə bizə tövhid insanın həyatında ən önəmli məsələlərdən biridir. Əgər bir insan Allah Teala'nın ad və sifətlərində layiqincə təkləmirsə, misal üçün, yəni insanlarımızdan elələri var ki, onlar iddia edirlər ki, öz şeyxları və yaxud da öz vəliləri onları daimə eşidir və daimə görür. Yəni bir insan, bir şeyin daimə görüb, daimə eşitməsi, bu Allaha məxsus olan bir sifətdir. Əgər bir insan Allahın yaratdıqlarında bu sifəti görürsə ki, o insan daimə görür, gizlidə olanı və aşkarda olanı daimə bilir, qeybi, aşkarı, bu zaman o şirk etmiş sayılır. Allah Teala'nın ad və sifətlər mövzusunda təkləmiş sayılmır. Və ona görə də insan yaradanı layiqincə tanımalıdır. Layiqincə ona qiymət verməlidir. Əgər ona layiqincə dəyər qiymət verməzsə, o zaman o İslamın faydası olmaz. Misal üçün, dünyavi misallardan deyək, bir insan bir müdürün yanında işçidir, bir şəxsin yanında işçidir. Və müqavilə bağlayıb ki, mən sənin yanında işçiyəm. Amma işə getmir. Heç bir işinə getmir, heç bir işində yardımcı olmur. Amma deyir ki, mən onun yanında işçiyəm.
Yani bu müdür için bu işçinin değeri kıymeti olabilir mi? Çünkü onu saymadığı için, onun istediğini hayata geçirmediği için o işçinin değeri kıymeti yoktur. Yaradanın da yani mehlukatın da Allah katında değeri onun hakkını verdikte olur. Yani Allah Teala'nın hakkını verdikte o zaman senin değerin kıymetin olur. Ve Müslümanın değerli eden, insanı değerli eden ne de onun İslam'ıdır. Onun Müslümançılığıdır. Yani bizi Allah katında değerli eden bizim İslam'ımızdır. Eğer bizim İslam'ımız yoksa biz yani hiç ne sayılırıq. Hatta hayvandan aşağı sayılırıq. Yani bizi değerlendiren nedir? Bizim İslam'ımız. Bizi Allah-u Teala'nı layıkınca tanımağımız, layıkınca ona ibadet etməyimiz, ona boyun eğməyimiz bizi Allah katında değerlendirir. Eğer sen değerli olmak istiyorsansa dünya ve ahirette o zaman Allah-u Teala'nı layıkınca tanıyacaksın. Allah'ın hakkını yerine getireceksin. Böyle olarsa o zaman sen İslam'ın mənasını anlamış olarsın, başa düşmüş olarsın. Ama təəssüflər olsun ki, insanlarımız Müslümanam deməklə kifayətlənirlər və özlərini aldatırlar. Və özlərini yəni üzürlü sayırlar ki, biz bilmədik, öyrətmədik, öyrədən olmadı. Tamam, bu üzür sayıla bilər. Bilməmək üzür sayıla bilər, amma dediyimiz kimi hər an yox, hər vaxt yox və hər şəxsə aid deyil. Hər kəs bir evdən çıxır, bir şəhərdən gəlir, bir rayondan gəlir. Hər kəsin halı fərqlidir. Bir kəsin müəyyən məlumat, yəni hər hansı bir məlumatları toplamaq şansı daha çoxdur. Bir şəxsin hər hansı bir məlumatları toplamaq şansı azdır. Həm maddi tərəfdən, həm mənəvi tərəfdən, həm onun yəni zehni dərəcəsi az olduğuna görə, düşüncəsi az olduğuna görə hər şeyi yerində yəni dərk edə bilmir. Bu insanla hər şeyi bilən, dərk edən insan eyni ola bilərmi? Ona görə üzürlər insana görə fərqlənir. Ona görə mən üzürlüyəm deməklə yəni özümüzü bəzən aldatmayaq. Və Peyğəmbərimiz s.ə.v yəni Cəbrailin hədisində Ömər radiyallahu anh rivayət edir ki, şədid-i bəyad səvad-ı şə'r deyir ki, ağ paltarlı və qara saçlı birisi gəldi və bizdən onu heç kim tanımırdı. Və üzərində də səfər bir əlaməti yox idi. Yəni, yorğunluq, çeklik, yəni insan pak idi, paltarı, saçı, düzəmi yaxşı idi. Və Peyğəmbərimiz s.ə.v-in yanına oturdu və ilk sualı oldu ki, Məl İslam, ey Muhammed, İslam nədir? Və Peyğəmbərimiz s.ə.v İslam nədir deyəndə dedi ki, ən təşhədə la iləhə illallah və ənə Muhammedən Rasulullah. Yəni, şəhadəti gətirdi. Yəni, Allahdan başqa ibadətə layiq bir ilahın olmadığı və Muhammed s.ə.v onun Rasulü və elçisidir. Və namaz qılmaq, oruç tutmaq, zəkat vermək və gücü yetdikdə həccə getmək. Bu hədisin sonunda deyir ki, Peyğəmbərimiz s.ə.v فَإِنَّهُ Cibril ətəkum yuallimukum dinakum. Deyir ki, o Cəbrail idi, sizə dininizi öyrətməyə gəlmişdi. Və bu hədis, yəni göstərir ki, bu hədisdə nələrdən danışılıbsa, bunlar hamısı nə idi? Yəni dinimiz idi. Və onlardan biri də İslamı soruşur Peyğəmbərimiz s.ə.v-dən. Peyğəmbərimiz s.ə.v də İslamın nə olduğunu bizlərə öyrədir. Şəhadət gətirmək. Yəni şəhadət gətirmək, yəni sözlə dedim, onun mahiyyətinə varmadım, axtarmadım, araşdırmadım, öyrənmədim və yaxud onun mahiyyətini pozan amillərdən kənar qalmadım və yaxud onun yəni onu pozan amillərdən, yəni amilləri öyrənmədim və ondan kənar qalmadım. Yəni bu belə mümkündürmü yəni? Mütləq şəhadət dedikdə, yəni onun içərisində olan, yəni onu pozan amillərdən, şəhadəti sıradan çıxaran amillərdən uzaq qalması lazımdır.
ve şehadeti tam doğru düzgün hayata geçirmek için Müslüman hansı düşüncede olmalıdır, hansı etikadda olmalıdır, o etikadda yaşaması lazımdır. Əks halda Allah Teala senden o şehadeti kabul etmez. Yani her bir halda, yani hayatta bütün şeyler bazen yani bir kelime ile kifayetlenmir. Bir kelime ile kifayetlenmir. Necə ki, misal getdim ki, mən filan kəsin işçisiyim ama iş başında olmur. Yani o iş, mən filan kəsin işçisiyim demək, o insana fayda verebilir mi? Ayın sonunda maaş alabilir mi? Hayır. Ona göre bazen her diyen kelime sahibine fayda vermir. Mütlak onu gösteresen gerek. Onu nümayiş ettiresen. Onu hayata keçiresen ki onun o kelimenin o kelime neyi teşkil edirse, senden neyi istiyorsa onu ortaya koymalısın. Onu ortaya koymursansa o zaman mesele tehlikelidir. Ve insan Peygamberimiz sallallahu aleyhi ve sellem yani sahabeleri davete gönderdikte onlara derdi ki ilk çağırdığın davet, ilk ettiğin davet La ilahe illallah kelimesi olacak. Yani insanları ona çağır. La ilahe illallah'a çağır. Eğer onu senden kabul ederlerse o zaman denen ki Allah-u Teala 5 namazı buyurur. Deməli bütün yani insanın əməlindən önce, namazından, orucundan, zekatından önce La ilahe illallah'ın bilmesi lazımdır. La ilahe illallah'ı yaşaması lazımdır. Onu dərk etmesi lazımdır. Eğer La ilahe illallah yerinde değilse, yani bir insan namaz kılır, şirk edilse o namazın faydası yoktur. Namaz kılır, kurbanı her hansı bir qəbirə, ziyarete, pire kesilse o namazın faydası yoktur. Çünkü Allah Teala kıyamet günü insanların kalbinde olanlara mükafat vereceği, yani kalbinde olanlara kıymet vereceği, kalbindekine değer vereceği. İnsan namaz kılıp eğer şirk edirse, namaz kılıp kurbanı Allah'tan gerisine kesirse o zaman onun kalbi boştur. Ve kıyamet günü de Allah Teala senin kalbine göre hüküm verecek. Yani zahiri emeller dünya üçündür. Bizler üçündür. Filan kes ibadet edir. Ama batini emeller Allah'a məxsusdur. O da kıyamet günü Allah Teala senin kalbindeki olan etikada göre, inanca göre, imana göre Allah Teala değer, kıymet verecek. Onun sayesinde yükseleceksen, onun sayesinde namaz senden kabul olunacak. Onun sayesinde oruç senden kabul olunacak. Onun sayesinde hac senden kabul olunacak. Onun sayesinde ettiğin zekat, sadaqa, yaxşılıq hamısı ona göre kabul olunacak. Etikadın səhih olmasına göre, İslam'ın doğru olmasına göre. Yani eğer kalp sağlam değilse, yani kalpte etikad doğru değilse, inanç doğru değilse, yani ibadetin faydası yoktur. Teessüfler olsun ki insanlarımız var bugün, yani namaz kılırlar, hatta yaxşılıqlar da edirlər. Görürsən ki, ahirete iman getirmeyip, yani ahirete inanmır. Ahirete şəklə yanaşır. Yani cennet cehennemin olmasına inanmır. Halbuki məscidə gedir, namaz kılır. Böyle insanlarımız var. Yani şahidi olmuş onun. Yani bu böyle bir inançla insan ibadet ederse o ibadetin faydası yoktur. Yani bu neticeye gelir ki kardeşler. Yani insanın emelinin kabul olması için etikadın, inancın, imanın səhih olması mütləkdir. Eğer Allah Teala bizi buna göre emellerimize değer, kıymet verecekse o zaman akide meselesi önemli meseledir. Hakikaten de önemlidir. Yani peygamberlerin bu mevzuda çalışmaları özü büyük bir derstir. Özü büyük bir örnektir. Bütün peygamberler bu mesele için çalışır. Bu mesele için vuruşur. Bütün peygamberlerin vazifesi bu olur. Eğer bir insanın inancı, imanı, akidesi səhih değilse o insanın Allah katında faydası yoktur. Değeri yoktur.
necə dediyim kimi bizi Allah Teala o vaxtı dəyərləndirir, bizim əqidəmiz səhih olarsa, inancımız doğru olarsa, o zaman Allah Teala bizə dəyər qiymət verir, bizi mükafatlandırır. Və belə olduğu halda Allah yanında dəyərli olan şeyləri Allah Teala'nın qatında nə ilə dəyərləniriksə, onun üzərində möhkəm olmağımız lazım, çalışmağımız lazım. Yəni, etiqadın doğru olması, səhih olması mütləqdir. Və Peyğəmbərimiz s.ə.v də insanları dəvətə göndərdikdə deyirdi ki, La ilahe illallah'a çağır. Çünki La ilahe illallah önəmlidir. Sən namaz öyrətdin, namaz qıldı, amma Rabbini tanımırsa, onun faydası yoxdur. Deyir ki, hədisdə belə deyir ki, onlar səndən bu kəlməni qəbul etdikdə, ondan sonra denən namaz, Allah-u Teala 5 namazı buyurub. Yəni, onu etmədikcə, onlara namazı öyrətmə. Buna görə, qardaşlar, diqqətli olmaq lazım. Əqidə mövzusunda, tövhid mövzusunda, İslamı layiqincə anlamaq lazım. İslam dedikdə nəyi təşkil edir, o kəlmə altında nələr yatır, onu öyrənməyimiz lazım. Bir də təkrar edirəm ki, İslam təslim olmaq deməkdir. Allaha tövhidlə təslim olmaq və ona itaətdə boyun əymək və şirkdən uzaq olmaq. Və insan daimə Allah yanında dəyəri qiyməti olan elmi öyrənməlidir. Və İslam olması üçün, dininin din olması üçün nə lazımdırsa, nə vacibdirsə, onu öyrənməsi nədir insana? Vacibdir. Yəni, bir insanın İslamının doğru olması üçün tövhidi öyrənmək vacibdirsə, tövhid vacibdirsə, deməli, tövhidi öyrənmək nədir? Vacibdir. Bir insanın dininin sağlam olması üçün, doğru olması üçün tövhid vacibdirsə, şirkdən uzaq olmaq vacibdirsə, o zaman onu öyrənmək vacibdir. Yəni, elmlər fərqlidir. Elə bir elm var ki, hər kəsin öyrənməsi vacibdir. Elə elm var ki, müəyyən şəxslərə vacibdir. Amma tövhid elmi tək bir elmdir ki, yalnız bir elmdir ki, hər bir fərdə, hər bir şəxsə aiddir, vacibdir. Onu hər kəs öyrənməlidir. Hər kəs bilməlidir, hər kəs yaşamalıdır. Bir qismin tövhid bilməsi, digər qismin bilməməsi kifayət deyil. Amma bəzi elmlər var ki, bir qism insanların bilməsi yetərlidir. Amma tövhiddə belə bir şey yoxdur. Tövhiddə hər kəs bilməlidir. Kimin qəlbi varsa, kimdə qəlb varsa ona tövhid vacibdir. Sonra tövhidin faydası odur ki, yadda saxlayın, tövhidin sahibi, sağlam əqidənin sahibi daimə cəsarətli olur. Deyir ki, ət-tövhid yuvarrisu şüca'a. Deyir ki, tövhid insanda cəsarət yerləşdirir. Yəni, tövhidi olan insan cindən, şeytandan, vəlidən, filandan qorxmur. Çünki onun tövhidi var, Allaha iman gətirib. Nəyin necə olacağı, hamısını Allaha iman gətirib, Allaha bağlayır. Amma tövhidi olmayan insanlar qorxaq olurlar. Və deyir ki, yəni tövhid deyir ki, nəyi insanı necə edir? Cəsarətli edir. Şirk onun əksi, insanı zəllil edir. Zillətli edir. İnsan zəllil olur. Çünki şirk edir. Şirk edən insanlar, baxın, daimə qorxaq olurlar. Filan şeyğin adını çəkmə, o məni, belə deyək də, dilim tutular. Filan ziyarətə, yəni sözü atma, filan pirə nəsə söz söyləmə, ruzin kəsilər, xəstələnərsən. Yəni onlar qorxaq olurlar. Niyə? Çünki şirk
insanı daima qorxaq saxlayır. Tövhid insanı cəsarətli edir. Ona görə o xalqın ki, o toplumun, o cəmiyyətin tövhidi varsa, onlar daima düşməninə qalib gələcəklər. Həm mənəvi düşmənlərə, görsənməyən düşmənlərə, həm də görsənən düşmənlərə. Onlar daimi düşmənə qarşı qalib gələcəklər. Çünki onların tövhidi var. Yəni o xalqın ki, tövhidi yeri yerindədir, əqidəsi sağlamdır, onlar güclüdürlər. O cəmaat ki, yəni tövhiddən uzaqdırsa, şirkin içərisindədirsə, şirkə bulanmışlarsa artıq, şirkin içində yaşayırlarsa, siz onları görün, daima zəlil olurlar. Daima zəlil yaşayırlar. Ona görə tövhidin faydası həm dünyada, həm ahirətdədir. Dünyada insanı cəsarətli edir, ahirətdə də ən böyük mükafat olan cənnətə salır səni. Cəhənnəmdən azad edir. Bu tövhidin mükafatıdır. Və tövhidin faydasıdır ki, insanı həm dünyada cəsarətli, qorxmaz, ahirətdə də cənnət əhli edir. Amma şirk isə insanı dünyada zəlil, qorxaq, ahirətdə də cəhənnəm əhli edir. Və cənnətə düşmə ehtimallığı yoxdur. Və buna görə insan daima İslamını dəqiq, doğru düzgün öyrənməsi lazımdır. Çünki Allah Teala şirk əhlinin qorxaq olduğunu hardan bizə bildirir? Deyir ki, "Səulqi fi qulubillaziina kafaru ru'ba bima əşraku." Kafir olanların şirk etdiklərinə görə onların qəlblərinə biz qorxu saldıq. Yəni şirk elə bir fəsaddır ki, onun sahibi daima qorxaq olur. Hətta müsəlmanlarla kafirlər qarşı-qarşıya gələndə, bunun şahidi olanlar çoxdur. Daima kafirlər qorxaq olduqlarını, insanlarımız, onu görənlər danışıb ki, onlar qorxusundan qaçırdılar. Niyə? Çünki səndə tövhid var və onlarda şirk var. Daima şirk tövhidin qarşısında acizdir. Tövhidin qarşısında qorxaqdır. Ona görə, qardaşlar, İslamımızı doğru düzgün öyrənəyin. İslam dedikdə kəlmə ilə kifayətlənməyəyin, mən müsəlmanam deməklə kifayətlənməyəyin, özümüzü aldatmayalım. Müsəlmanam dedikdə nəyə özündə əhatə edirsə, onun ardınca onu öyrənəyin, axtarağın, araşdırağın. İslam dedikdə nə qəsd olunur, onu biləyin, onu öyrənəyin. Amma elə sıradan kəlmə ilə kifayətlənməyin. Əgər kəlmə ilə kifayətlənəriksə, o özümüzü aldatmış sayılacaq. Bu kəlmə ilə kifayətlənmək də bütün insanlar üçün eyni deyil. Bütün vaxtı eyni deyil. 20 il qabaqdakı vaxtımızla bugünkü vaxtımızdakı cəhalət eyni deyil. Bugün bir dəqiqəyə dünyanın bu başından o başına məlumat ötürmək olur. Və yaxud da məlumatı almaq olur. 50 il qabağa belə bir şey var idi mi? Günə görə, zamana görə, şəxsə görə cahillik fərqlənir. Buna görə insanlar özlərini aldatmasınlar ki, mən müsəlmanam deməsi mənə yetərlidir və İslamı Allaha tam şəkildə təslim olmur, tövhidi yaşamır, etiqadı etmir və şirkə yol verirsə, bu zaman bu İslamın faydası yoxdur. İslamımızın doğru olması üçün, müsəlmanlığımızın doğru olması üçün də tövhidi doğru düzgün öyrənməyimiz lazımdır. İslamı doğru düzgün anlamağımız lazımdır. Bir şeyə diqqət yetirin, bir şeyi vurğulayım ki, bu mənim danışdığım mövzu təkfirə qapı açan mövzu deyil. O demək deyil ki, sən insanları təkfir eləməlisən. Peyğəmbərimiz s.ə.v dəvətinə baxdıqda, onun məqsədi dəvət olub. İlla ki, insanları kafir görməsi və yaxud da toplumu kafir görməsi olmuyor. Və Quran-ı Kərimə nəzər salsaq, dəvət edin. Udu ilə səbil rabbikə bil hikməti vəl muv'izzətil həsənə.
Allah'ın yoluna insanları güzel şekilde, güzel mevzelerle davet edin. Yani biz davet etmirik. Bizim insanlarımız çok təəssüflər olsun ki, davetten önce tekfir edirlər. Senin üzerine düşen tekfir etmek değil, senin üzerine düşen davet etmektir. Tekfir, yani davet etmek geniş bir mevzudur. Bunu herkes bacarası bir mevzudur. Bunu et. Ama tekfir eləmək dar bir mevzudur. Bunu herkes edebilmez. Buna göre dikkatli olun arkadaşlar. Yani Müslümanım, yani insanları fərqləndirmək lazım, değerlendirmək lazım, insanlara önem vermək lazım. Bu cahildir, cahil değil. Yoksa hamıya bir gözle bakıp, yani herkesi tekfir eləmək bu doğru değil. Yani ben İslam'ın ne olduğunu danıştıkta, yani sizlere çatdırdıqda, İslam budur. O anlama gelmir ki, yani sen durasan, kalkasan, sende bu yoktursa sen kafirsen. Sen davet et. Sen insanlara öğret. Sen insanlara tövhidi çatdır. Hakkı çatdır. Davet geniştir. Davet edebilərsən, öğredebilərsən. Ama tekfir dar meselelerdendir, ince meselelerdendir. Herkesin müdahale ettiği meselelerden değil. Herkesin gücü yettiği meselelerden değil. Çok ince bir mesele tekfir meselesi. Çünkü davetle tekfir eynidir. Yani insanları yani davet etmekle, la ilahe illallah öğretmekle ve onları tekfir etmek eyni değil. Sen davet etmeyle insanı İslam'a salabilirsin. İnsanı İslam'a salacaksın, onu cehennemden uzaklaştıracaksan, onu Müslüman edeceksin. Ama tekfir etmekle hataya yol vereceksen, Müslümanı İslam'dan çıkaracaksan, Müslümana kafir donu giyindireceksen, Müslümanı cennetle hedefleyeceksen, Müslümanı yani senin yani səhv bir hükmün, tekfir ettiğin səhv bir hükmünle ne olacak? Namaz kılınmamalıdır ona. Kefenlenmemelidir, yuyulmamalıdır. Müslümanların qəbirstanlığında bastırılmamalıdır. Bu kimi şeyler çıkır. Bu meseleler de hamısı görsənir ki, ağır meselelerdir. Yani ona göre tekfir mevzusu, insanları kafir görmək mevzusu, insanlara hüküm vermək mevzusu herkesin işi değil. Salamat kalmaq istəyirsinizsə, yani dininizde yani salamat kalmaq istəyirsinizsə, o zaman tekfirden uzak kalın. Allah ve Resulü neyi tekfir edibsə, şəxsən, adıyla, familiyasıyla o tekfir olunur. Onun haricindeki insanlar sen herkes tekfir edebilmez. Allah Teala Firavun tekfir edip, şeytanı tekfir edip, Abu Leheb, Abu Cehl tekfir edip. Sen onu et. Ehl-i kitap tekfir edip. Tamam mı? Bunu tekfir et. Bunu Allah Teala edip. Ama onun haricinde bugünkü dünyadaki insanlarımızı tekfir eləməyin, yani senin onları tekfir etməyin icazə değil. İlla onun öz əhli, öz insanları var, onlar nəsə deyə bilərlər. O da ihtiyac varsa. Əks halda bu mevzu ağır mevzulardandır, ince mevzulardandır, dar mevzulardandır ki, oraya herkes müdahale edebilmez. Allah'tan istedim ki Allah Teala bize bereket versin, eşidi faydalanlardan eləsin. Allah sizden razı olsun.